Hər vaxtınız xeyir. Mən indi sizə öz referral linkimi, yəni öz Siberian Wellness səhifəmi Instagram səhifəsində necə paylaşa bilərəm, bunun qaydasını öyrədim. Daha doğrusu, story-də yox, daim qalmaq üçün bir dəfə yerləşdirirəm və daim izləyicilərim oradan baxanda rahatlıqla qeydiyyatdan keçə bilirlər. Bunu necə etmək lazımdır? Deməli, səhifəmə daxil oluram həmişə olduğu kimi. Deməli, kod şifrəmi yazıram, Siberian Wellness səhifəmə daxil oluram. Gəlirəm aşağıya, aşağıda baxın, mənim referral linkim. Bunun üstünə basıram. Görürsünüz, bu mənim linkimdir. Kopyalayıram. Kopyaladım, düzdür. Çıxıram bu səhifədən, gəlirəm Instagram səhifəsinə. Instagram səhifəsinə daxil oluram. Aşağıda sağ tərəfdə mənim səhifəmin görüntüsüdür, ilk görüntüsü. Basıram üstünə. Baxın, burada görürsünüz, səhifəm, əlaqə nömrəm, Instagram səhifəmin ünvanı və burada aşağıda redaktirovать profil sol tərəfdə baxın, bunun üstünə basıram. Redaktirovать profil. Gəlir bütün informasiyalar. Gəlirəm aşağı. Добавить ссылку. Əlaqə nömrəmin altında. Добавить ссылку. Basıram onun üstünə. Yuxarıda üstəgəl işarəsi. Basıram onun üstünə. Bax, bu URL yeri var ya, birinci dama. Bura yerləşdirirəm öz ссылkamı. Yerləşdirdim. Aşağıda nə istəsəz yaza bilərsiniz. İnsanları cəlb etmək üçün. Online qeydiyyat, linkim, belə də yaza bilərsiniz. Qeydiyyat, sadəcə qeydiyyat da yaza bilərsiniz. Baxın, mən yazıram online qeydiyyat. Yazdım. Yuxarıda bu qaliçkanı basıram. Gedirəm, baxam, görəm yerləşdimi? Çıxıram buradan. Baxın, görürsünüz, əlaqə nömrəmin altında mənim referral linkim yerləşdi. Bu qaydada bura siz həm TikTok səhifənizi yerləşdirə bilərsiniz, bura siz Telegram səhifənizi yerləşdirə bilərsiniz. Hər bir dediyim qaydada informasiyanı bura yerləşdirə bilərsiniz.